Xoş gördük əziz dinləyicilər. Bildiyiniz kimi artıq Amerika ilə İran arasında bir atəşkəs imzalandı. Amma nəticə etibarilə bu günləri bunu kifayət qədər bütün dünya mətbuatı da, Azərbaycan da şərh edir ki, udan kim oldu, uduzan kim oldu. Əvvəla ilk növbədə onu deyək ki, İran hökuməti, yəni Əraqçı Xarici İşlər Naziri Pezeşkiyan başda olmaqla Axios'un da verdiyi məlumata görə Əraqçı Sepah generallarını, Pezeşkiyan Sepah generallarını nəhayət razılaşdıra bilib ki, Amerika ilə atəşkəsə keçsinlər. İkinci isə ən vacib olan qüvvə burada Çin rol oynadı. Çin bilirsiniz ki, bu müharibədən çox əziyyət çəkən ölkələrdən biri idi ki, o ucuz neftlə indiyənə qədər öz ölkəsini gücləndirmişdi, amma İranın məhz Hörmüzü bağlaması nəticəsində neftin qiymətinin qalxması bu ən çox da Çinə zərbə vururdu. Çin də burada Pakistanın əli ilə bir sülh, bir atəşkəs yarada bildi. İndi bu atəşkəs nə qədər yerində olacaq, nə qədər yerində olmayacaq, bugün verilən məlumatlara görə yenə də İran Ərəbistanı vurur və yaxud da ki, İsrail və Amerika qüvvələri İranı vurur. Bununla işimiz yoxdur. Amma ilkin olaraq onu deyə bilərik ki, hər iki tərəf bayram eləyəcək. Aydın məsələdir. Bu günləri kimləri öldürürsən, Xamneyi də ölsə, onun mavini də ölsə, bütün Sepah generalları da qırılsa, İran tərəf deyir ki, biz qalib gəlmişik, udmuşuq. Digər tərəfə baxırsan, o da deyir ki, biz qalib gəlmişik, istəyimizə nail olmuşuq. Əslində qalsa, əlbəttə, Amerikanın burada qoyduğu 6 həftəlik, 4 həftə sonradan da 2 həftənin tamamlanması məsələsi, əlbəttə 6 həftə tamamlandıqdan sonra öz bildiyimizi etdik, lazım olan hədəflərə nail olduq kimi bir açıqlama verdi. Əlbəttə, hər iki tərəf dediyimiz kimi bayram edəcək, hər iki tərəf özünü qalib hesab edəcək, heç kəs özünü məğlub hesab etməyəcək. İndi İran bundan sonra özünü necə aparacaq və yaxud da Amerikanın ortaya qoyduğu 15 maddədən ibarət qanun, İranın qoyduğu 10 maddədən ibarət qanun, mən bunları deyim ki, sizə absurddur. İkisi də bir-birinin ziddinədir. Heç kəs bunlarla razılaşmayacaq, amma əsas məsələ odur ki, atəşkəs üçün bir razılığa gəliblər. İran da Hörmüzü açmayacağım deyir də, açır, nəysə. Əsas məsələ ondan ibarətdir ki, vacib olan budur ki, bu günləri İran rejiminə elə bir ağır zərbə dəyib ki, İran rejimi istəyir Amerika ilə yenidən müharibə etsin ya etməsin, onun islahata getməkdən başqa yolu qalmayıb. Çünki İranda sosial, xatırlayırsınızsa, iyul ayında 12 günlük zərbədən sonra onsuz da sosial vəziyyət ağırdı. Sosial vəziyyətin ağırlığı, Tehranın köçürülməsi məsələsi, Tehranda inflyasiyanın qalxması və sonda gətirdi 2025-ci ilin sonunda, dekabrda yenə də mağaza rəhbərlərinin, dükan sahiblərinin, ümumiyyətlə sahibkarların etirazına gətirib çıxartdı ki, çünki qalxan inflyasiya ölkəni o qədər vurdu ki, sahibkarlar ortaya qalxdı və yenidən İran hökuməti onları qırdı və bu müharibə başlandı. İndi nəzərə almaq lazımdır ki, 41 günlük müharibədən sonra İrana dəyən zərbə həqiqətən çox böyükdür. Bu müharibə yenidən olsun ya olmasın, bugün İranın islahatlara getməkdən başqa yolu yoxdur. Əgər İran islahata getməzsə, əlbəttə hələ bu 2 həftəlik atəşkəs də yerinə yetiriləcəkmi, yerinə yetirilməyəcəkmi, bununla işimiz yoxdur. Amma İran əgər islahatlara getməsə, bu müharibə yenə də başlaya bilər və indi artıq Sepah, əgər nəzərə alsaq ki, belə deyək, atəşkəsdir və heç kəs də bu atəşkəsi pozmayacaq desək belə, bu günləri İran hökuməti, Sepah hökuməti artıq öz xalqı ilə üzbəüz qalıb və öz xalqının indi müharibə bitdikdən sonra daha böyük fəlakət, daha böyük humanitar fəlakət, sosial fəlakət yenə insanların qapısını döyəcək və yenidən insanlar ayağa qalxacaq. İndi hökumətin bundan sonraki müharibəsi əlbəttə öz xalqı ilədir. Təşəkkür edirəm.